Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bugün natural ədəblər dərsinə aid sırf MİQ və sertifikasiya səviyyəli sualların izahının davamına baxırıq. Burada işlətdiyim bütün suallar sırf MİQ və sertifikasiya səviyyəli suallardır. Suallara başlayaq. Sual nömrə 1. X tam ədədini 28-ə böldükdə natamam qismət A, qalıq isə 5A olur. Buna görə x-in ala biləcəyi ən böyük qiyməti tapın. Bizdən ən böyük qiyməti istəyir. Nə deyir? X tam ədədini 28-ə böldükdə. Hər hansı bir x ədəddir, tam ədəddir. Bunu bölürük biz 28-ə. Natamam qismət A, qalıqda isə deməli qalıq qaldı 5A. Buna görə də x-in ala biləcəyi qiymətlərin ala biləcəyi ən böyük qiyməti istəyir. İndi buradan x nəyə bərabərdir? X buradan bərabər olur 28A plus 5A-ya. Burada bir dənə qaydanı biz bilirik. Bu qalıqlı bölmə əməlində hər zaman qalıq böləndən az olmalıdır. Yəni 5A kiçikdir hər zaman 28-dən. Bu qaydaya diqqət yetirdik. Və buradan da alınır ki, A kiçikdir 5,6-dan. Deməli, x-in ala biləcəyi maksimum qiymət x burada nəyə bərabərdir? 33A-ya. X-in ala biləcəyi maksimum qiymət də burada A-nın 5,6-dan az, maksimum 5 ala bilir. Aldığı maksimum qiymət 32 vururuq 5-ə. Buradan da alınır ki, deməli 165. X-in ala biləcəyi maksimum qiymət deməli burada 165-dir. Deməli burada əsas istifadə etdiyimiz qayda deməli bölənin hər zaman qalıqdan böyük olduğu qaydadır. Bu qaydadan biz istifadə etdik. Yəni qalıq hər zaman böləndən kiçik olmalıdır. Davam edək. Hər hansı bir natural ədədi 15A-ya böldükdə alınan qalıq A kvadrat olur. Buna əsasən A-nın ala biləcəyi mümkün qiymətlərin cəmini tapın. Deməli, hər hansı bir x natural ədədi olsun, bunu 15A-ya böldükdə alınan qalıq A kvadrat olur. Bərabərdir. Deməli, alınan qalıq burada yəni hər hansı bir ədəd alınır. Alınan qalıq da A kvadrat olur. Buna əsasən A-nın ala biləcəyi mümkün qiymətlərin cəmini tapın. Yəni də bildiyimiz kimi həmin bu A kvadratı, bu qalıq hər zaman böləndən 15A-dan az olmalıdır. A kvadratı kiçikdir 15A. Buradan da A kvadratı minus 15A kiçikdir 0-dan. A vur A minus 15 kiçikdir 0. Və buradan da bu bərabərsizliyi intervallar üsulu ilə həll edək. Burada deməli 0, 15 intervalı burada qeyd edək. 15-dən yuxarı qiymətlər də müsbətdir. Bizə nə lazımdır? Mənfi qiymətlər lazım idi. Deməli 0-15 aralığı. A-nın ala biləcəyi mümkün qiymətlərin cəmi 0-dan 15-ə qədər ədədlərin cəmidir, amma 15 daxil deyil. Yəni 1-dən 14-ə qədər bu intervala daxildir. Deməli 1-dən 14-ə qədər ədədlərin cəmi də nəyə bərabər olur? A1 plus A-in ədədi silsilə düsturu ilə hesablayırıq. A1 plus A-in böl 2 vur N. Buradan da alınır ki, A1 1-dir, A-in 14-dür. Böl 2. Ədəd sayı da burada 14 dənə. Vururuq 14-ə. Buradan da alınır ki, deməli, alınır ki, 15 böl 2 vur 14. Bu da eləyir, deməli, 105. Cavab alınır 105. Bunların cəmini istəyirdi, bu da 105 edir. Davam edək. Növbəti sual. Deməli, BB və 2B
Burada baxın BB və 2B hasil yox ədədlərdir. Buna diqqət edək. BB və 2B 2 rəqəmli natural ədədlərdir. BB ədədini 2B ədədinə böldükdə natamam qismətdə 3, qalıq isə y olur. Buna əsasən y-in ala biləcəyi mümkün qiymətlərin cəmini tapın. BB-ni 2 BB-ni bölək 2B-yə. Natamam qismətdə 3, qalıqda isə y alınır. Buradan biz nəyi təyin edirik? Deməli, o BB nədir? 11B-dir. 11B-ni biz bölürük 2B-yə. Bu da eləyir 20 plus B. Bərabər olur 3, qalıqda da y. Bu bizə məlumdur. Buradan nə tapırıq biz? 11B nəyə bərabərdir? 11B bərabərdir 3 vur 20 plus B plus y-ə. Bölünən, yəni bölənlə deməli qayda necə idi? Natamam qisməti bölənə vurub üzərinə qalığı gələndə cavab bölünən edir. Yəni bölünən natamam qismətlə bölənin hasilinin üzərinə qalığı gəlməklə alınır. Buradan deməli 11B bərabər olur 60 plus 3B plus y-ə. Buradan da 8B bərabər olur 60 plus y-ə. Hı -hı. Hı. Deməli, buradan nə bizə məlum olur? Deməli, 8B bərabərdir 60 plus y-ə. Buradadır ki, B də yəni bir rəqəmdir. Yəni, baxın, B yəni 0-dan 9-a qədər qiymətlər ala bilir. Deməli, B, amma burada isə deməli, ədədin əvvəlində olduğuna görə 1-dən 9-a qədər, deməli, B daxildir 1-dən 9-a qədər. Biz bunu bilirik. 1 və 9 hər ikisi daxildir. Bunu bilirik. Deməli, baxın, burada nə verilib? 8B bərabərdir 60 plus y-ə. Deməli, burada məlum olur ki, nə məlum olur? Məlum olur ki, B 8-ə tam bölünür. Deməli, 60 plus y-də 8-ə tam bölünməlidir. Buna görə də y-in mümkün qiymətləri hansılardır? 4, 64, 8-də tam bölünür. Və bir dənə də y deməli 12 olduqda y 4 və 12 olduqda deməli 8-ə tam bölünür. 4 və 12. Buradan da y-in mümkün qiymətləri nədir? Baxın, yəni 72 8-ə tam bölünür. Amma artıq 12-dən yuxarı əgər biz 20, 80 yazsaq, yəni burada y-in yerinə əgər 20 yazsaq, bu eləyir 80. 80-i də 8-ə böləndə 10 edir. B də 10 ola bilməz axı. B 1-dən 9-a qədər qiymət alır. Burada B axı rəqəmdir. Ona görə də y 20 ola bilməz. Y yalnız 4 və 12 ola bilər. 8-ə bölünməyə görə. Buradan da y-in ala biləcəyi mümkün qiymətlər deməli 4 və 12-dir. Onları da toplayanda eləyir cavab 16. Bu formada məsələ həll olundu. İndi növbəti məsələyə baxaq. Deməli, yenə də oxşar tipli məsələdir. AA və 3A 2 rəqəmli natural ədədlərdir. AA ədədini 3A ədədinə böldükdə natamam qismət 2, qalıq isə Z olur. Buna əsasən Z-in ala biləcəyi mümkün qiymətlərin cəmini tapın. Deməli, AA-dır. Bunu 3A-ya əgər bölsək, natamam qismət 2, qalıq isə deməli nə alınır? Z. Deməli, AA nə olur? 11A. 11A bərabərdir
2 vur 30 plus A üzerine de Z. 11A da beraber olur. 60 plus 2A plus Z. 9A beraber olur 60 plus Z'e. İndi diqqət yetiririk yenə də. Baxın, bu A yenə də rəqəmdir. 1-dən 9-a qədər qiymətlər alır. Yəni A 0 ola bilməz. Ona görə ki, 0 olsa artıq bu bir rəqəmli ədəd olar. Ona görə də A 1-dən 9-a qədər qiymətlər alır. Rəqəmdir. Və görürük ki, 9 A bərabərdir 60 plus Z-ə. Deməli A 9-a bu 60 plus Z 9'a tam bölünməlidir ki 9'a tam bölünməlidir ki A bir ham ədədi versin. Və 1 və 9 arasında qiymət aldıqda ayırıcı bilirik. Deməli Z burada 60 plus Z 9'a bölünən bir ədəd olmalıdır. Buna görə də Z hansı qiymətləri ala bilər? Z bərabərdir 3 ola bilər. Sonra 12 ola bilər. Yəni 62 9'a böləndə 7 edir və 7 də 1-9 intervalına daxildir. 12 qoysaq 8 edir və bir də deməli 21 qoya bilərik ki, yenə də 9 edir. Mümkün qiymətlərin cəmini bizdən istəyirdi. Bunları da toplayanda nə edir nə edir? Deməli 12 plus 21 33 plus 3 demək 36 edir. Cavab elədi 36. Aha, indi növbəti məsələyə baxaq. Aha. 1AA 3 rəqəmli ədədinin 1A ədədinə bölünməsindən alınan qalıq x-dir. X-in ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli nə edirik? 1AA ədədini 1A ədədinə bölürük. Qalıq x-dir. Alınan qalıq x-dir. Məsələn, burada tutaq ki, bir dənə A alındı. Və burada qalıq da burada x-dir. Qalıq da x-dir. X-in ala biləcəyi qiymətlərin cəmini istəyir bizdən. 1A. Burada A yazmayıq. İndi bunu hesablayaq. Hesablaya bilərik axı. Yəni baxın bu bölməni adi formada hesablayaq da. 1A bir dəfə vuraq bunu. Bir də 1-i 1A-ya vuranda 0 A qaldı burada. Bu da elədi 10. 10 yazırıq. Qalıqda nə qaldı? 10 yazdıq. 1A-nı 1A-ya böldükdə 10 qalıqda da A qaldı. Deməli A qaldısa, deməli qalıq da A-dır. Qalıq nəyə bərabər oldu? A-ya. Deməli burada nə oldu? Deməli A bərabərdir X-ə. X-in ala biləcəyi qiymətlərin cəmini bizdən istəyir. Deməli həmin bu A da nədir? 0-dan 9-a qədər qiymətlər ala bilər də, eləmi? 0-9 intervalında qiymətlər ala bilər. Bunu da əgər biz tapmaq istəyiriksə nə edirik? Ədədi silsilə düsturu ilə hesablaya bilərik. A1 plus AN böl 2 vur N. A1 0 plus 9 böl 2 vur 10. Bu da eləyir, cavab eləyir burada 45. Cavab elədi burada 45. Baxın bu formada bu məsələ həll olundu. İndi növbəti məsələyə baxaq. X və Y natural ədədlərdir. X plus Y cəminin 4x minus 39 ədədinə bölünməsindən alınan natamam qismət 15 minus x, qalıq isə x minus 9-dur. Bu bölmə əməlində bölənlə natamam qismətin yerini dəyişmək mümkün olduğuna görə y-i tapın. Nə edirik? Baxırıq. Yəni əvvəl baxın. Gedirsiniz MİQ imtahanına. Görürsünüz bir dənə böyük bir dənə məsələ verilib. Yəni bu böyüklükdə də ola bilər. Bundan böyük də sözlərdən ibarət olan bir məsələ verilə bilər. Burada siz qorxmursunuz. Qorxuya, təşvişə düşmək lazım deyil. Sizə nə verilibsə, verilənləri yazın
Axırda siz məsələn əvvəl nələrsə qoyarsınız, ixtisarlar gedər və sairələr gedər. Axırda mütləq nəsə alınmalıdır. İlk növbədə nə etməlisiniz? Siz qorxmamalısınız. Misal yazmağa başlamalısınız. İndi də baxın, bu məsələ deyil. Burada nə verilib? Verilənləri mən yazıram. Ayrı nəsə etmirəm. X plus y cəmini 4x minus 39-a bölürəm. Nə edirəm? X plus y-dir. Bunu bölürəm 4x minus 39-a. Bölünməsindən alınan natamam qismət 15 minus x. Qalıq isə x minus 9-dur. Bəli, x minus 9-dur. İndi burada nə məlum? Bax, bir dəfə bu belə alındı. Belə. Və bir dəfə də bizə deyir ki, bizə nə deyir? Deyir ki, qalıqla bölənin yerini də əvvəl baxın buraya indi diqqət yetirək. Nə alın? X plus y bölü 4x minus 39-a tamam qismət 15 minus x, qalıqda x minus 9-dur. Diqqət yetiririk. Biz deməli, əgər biz x-i tapmaq istəyiriksə, biz burada nə edə bilərik? Nəyi təyin edə bilərik? Təyin edə bilərik ki, bu bölən mütləq natamam qismətdən nə olmalıdır? Böyük olmalıdır. Eləmi? Bölən mütləq qalıqdan böyük olmalıdır. Ona görə də 4x minus 39-un böyüdür qalıq x minus 9-dan olduğunu bilirik. Buradan da anlarıq ki, 3x nədən böyükdür? 30-dan. X də deməli 10-dan böyükdür. Bu bizə məlum oldu. X-in böyüdür 10 olduğunu biz bildik. Bunu tapdıq. Sonra bizə nə deyir? Deyir ki, bu bölmə əməlində bölənlə natamam qismətin yerini dəyişmək mümkün olduğuna görə bölən 4x minus 39-dur. Natamam qismət 15 minus x-dir. Bunların yerini əgər dəyişmək mümkündürsə, bu zaman biz yenə də x-in müəyyən intervalını biz tapa bilərik. Ona görə biz nə edirik? Həmin bu qalıqla deməli bölənlə natamam qismətin yerini burada bir dəfə də dəyişdirək. Baxın, bölənlə natamam qismətin yerini dəyişdirdim. Natamam qismət 15 minus x idi. İndi deməli bölən burada 15 minus x olur. Qalıq isə burada natamam qismət olur. X minus 9. İndi burada yenidən bir dənə qayda burada yaranır ki, əgər həmin bu bölən mütləq qalıqdan böyük olmalıdır. Eləmi? Bəli. Bu bölən 15 minus x mütləq böyüdür x minus 9 olmalıdır. Buradan da alınır ki, 2x deməli 2x kiçikdir 24. X də kiçikdir 12-dən. Buradan nə alınır? X 10-dan böyük, 12-dən isə azdır. Deməli, x sonda alınır ki, 10-12 intervalındadır. Və x və y natural ədədlərdir. 10 və 12 intervalında da, aralığında da bir dənə natural ədəd var, o da 11-dir. Deməli, x-in 11 olduğunu biz tapdıq. X-in 11 olduğunu əgər biz tapdıqsa, indi biz nəyi tapa bilərik? X-in qiymətlərini yerinə qoyuruq və burada mən y-i tapa bilərəm. Gəlin, bu 11 qiymətini burada elə yerinə qoyaq. 15 minus 11 nə edir? 4 edir. 11 minus 9 nə edir? 2 edir. 11 minus 9 nə edir? 2 edir. Burada da 11 plus y gedir. Buradan yaranır ki 11 plus y bərabər olur. 2 dəfə 4, 8. Yəni qalığı, natamam qisməti bölənə vururuq. Üzərinə qalığı gəlir. 2 vur 4 plus 2. Buradan da yaranır ki 11 plus y bərabərdir 8 plus 2 10.
Aha, deməli baxın burada nə alındı? 11. Deməli 15 minus x burada 4 yox, 11 edir. Baxın burada 11 edir. 2-ni nəyə vururuq? 11-ə. Deməli 10 burada 11 plus y nəyə bərabər olur? 24-ə. 11 plus x 24. 15-dən deməli 11-i çıxanda gözləyin. Nəsə bir mexaniki səhv getdi. Bunu tapaq. X-in 11 olduğunu biz tapdıq onsuz da. Mhm. Səhvliyin nədə olduğuna baxaq. 4, 3, 11, minus 9, 2. Bizdən burada y istəyir. Baxaq, belə olanda y nəyə bərabər olur? Baxın, burada nə alındı? Deməli, 11 yox, burada 11, 4. Burada da 2. Deməli, bölənlə atan hangisi var? Aha. Biz deməli nə etmişik? Bir səhvlik harda olub? Baxın, burada 4x minus 30 minus 39-dur. Misalı deməli biz məsələdə biz səhvlik eləmişik burada nədənsə. Bir səhv etmişik. Baxın, verilənləri səhv yazmışam mən. Yəni baxın, belə məsələ onsuz da eyni qaydada həll olunur. Biz nə eləyək burada? Bu məsələni yarıda qoymayaq. Davam eləyək. Mən burada nə qəbul etmişəm, o formada davam eləyək. Baxın, deməli, burada biz qəbul eləyək ki, bu həmin bu 4x minus 39 yox, buranı x minus 9 qəbul eləyək. Bu x minus 9 olsun. Bu məsələni gəlin həll edib tamamlayaq. Bu x minus 9 olanda buradan y tapılır ki 2 vur 4 y eləyir -1. Y -1 edir, deməli -1 də y eləyə bilməz. Ona görə burada səhvlik alındı. Y -1 ola bilməz. Ona görə ki, natural ədəd. Gəlin götürək bu məsələni bir dəfə də tam formada gəlin izah eləyək. Amma qayda bu formada gəlir. Mən burada x-9 qəbul etmişdim burada böləni. Ona görə burada səhv getdi, bir mexaniki səhv getdi. Ona görə cavab burada səhv alındı. İndi gəlin götürək neyniyək? Bu məsələni tam formada bir dəfə də həll eləyək. Onsuz da qaydaları burada izah etdim bu məsələyə aid. İndi tam formada izah edim, bu həm də sizdə möhkəmlənər. Gəlin bunu bir dəfə də gəlin izah eləyək. Aha. İndi diqqətlə baxaq. X plus y biz nəyə bölürük? 4x minus 39'a.
Natamam qismət 15 minus x-dir. Qalıq isə x minus 9-dur. Buradan biz nəyi təyin edirik? Bu bölən mütləq qalıqdan böyük olmalıdır. Bunu biz bilirik. Buradan nə alınır? 3x böyükdür 30-dan. X də böyükdür 10-dan. Bunu təyin etdik. İndi bizə nə deyir? Bölənlə qalığın yerini dəyişmək mümkündür. Nə edirik? Bölənlə natamam qismətin yerini dəyişmək mümkündür. Dəyişdirək yerlərini. Bu dəfə deməli yazaq x plus y böl 15 minus x 4x minus 39 qalıqda da qalır x minus 9. Belədir, bəli. İndi 15 minus x böyük olmalıdır x minus 9-dan. Buradakı bölən 15 minus x-dir indi. Bu böyük olmalıdır x minus 9-dan. Buradan da alınır ki 2x böyükdür 12-dən. Deməli 2x 2x'dir 12-dən. X də 2x'dir 12. Buradan nə alınır? X deməli 10 və 12 arasındadır. Bu bizə məlumdur. Deməli x burada nədir? Mütləq 11-dir. İndi 11-i burada yerinə yazaq. Y bizdən istəyir, y tapaq. 11 minus 9 2 elədi. Burada 4 var. Burada 44 minus 39 5. Burada da deməli 11 plus y. Nə alınır? 11 plus y bölünən bərabər olur. Natamam qisməti bölənə vururuq, üzərinə qalığı gəlirik. Bu da eləyir 22. Deməli y nəyə bərabər olur? Sonda y bərabərdir 11. Məsələ bu formada həll olunur belə. Deməli y nəyə bərabərdir? 11-ə. Növbəti misala baxaq. A və B ədədlərinin 5-ə bölünməsindən alınan qalıqlar uyğun olaraq 3 və 4 olduğuna görə aşağıdakı variantların hansında verilən ifadənin 5-ə bölünməsindən alınan qalıq digər variantlardakı ifadələrin 5-ə bölünməsindən alınan qalıqlardan fərqlidir. Baxın, biz bu tipli məsələlərdə, bölünməklə bağlı məsələlərdə bundan əvvəlki videolarda izah etdiyim kimi qalıqla işləmək qaydasını mütləq tətbiq etməliyik. Əgər bu qaydanı tətbiq etməsək, vaxtımız boş yerə gedər. Ona görə də deməli qalıqla işləmə qaydasından istifadə etməliyik. Qalıq 5-dir. 5-i burada yazırıq. Baxın A plus B. Deməli burada 5-in alınan qalıq bu 5-i qalıqlar burada 3 və 4-dür. Yəni 3 və 4-dən istifadə edirik. 5 burada bölən 5-dən yox, 3 və 4-dən istifadə edirik. İndi nə edirik? A plus B. 3 plus 4 yazırıq. 3 plus 4 bərabərdir 7. 7-ni bölürük 5-ə bərabərdir 2. Deməli burada alınan qalıq 2-dir. 3-ü vururuq 5-ə. 3-ü vururuq 4-ə. Elədi 12. 12-nin 5-ə bölünməsindən alınan qalıq yenə də 2-dir. Fərqlənmədi. Burada A minus B kvadratı. 3 minus 4'ün kvadratı. Burada 3 minus 16 bərabərdir. Mənfi 13. Qalıq mənfi 13 alınanda onu bölən qədər bir neçə dəfə biz artıra bilərik. Bu qalıq mənfi 13 alındı. Deməli bunu bir dəfə 5 artıraq. Yenə də mənfi alındı. Bir dəfə də 5 artıraq. Yenə də mənfi alındı. Yenə də 5 artıraq. Burada axırda yenə də 2 alındı. Yenə də qalıq burada 2'dir. Şimdi burada 3 vur 3 minus 4 vur 4 minus 1. Burada 9 minus 16 minus 1 mənfi 7 mənfi 8 2 dəfə 5 vaid artırsaq
Burada yenə də qalıq 2 alınır. Burada indi 3'ün kvadratı minus 5 bərabərdir 4 edir. Deməli, burada qalıq 4 edir. Cavab belədir, Y variantı. İndi növbəti məsələyə baxaq. X ədədini 6'ya böldükdə X ədədini 6'ya böldüyündə natıman qismət Y, qalıq isə 5 olur. Gəlin bunu götürüb yazaq. Qalıq isə deməli nədir? 5'dir. İndi Y-i 8'e böldükdə alınan qalıq burada tutaq ki, A natamam qismətdir, qalıq da M-dir. X ədədinin 24'e bölünməsindən alınan qalığın X-in, baxın bunu burada qeyd edirik yuxarıda. X-in 24'e bölünməsindən alınan qalıq 17'dir. M-in ala biləcəyi mümkün qiymətlərin cəmini tap. İndi əvvəl nə edirik? X bərabərdir 6y plus 5'ə. Məlumdurmu bu? Bəli. Buradan da y-i gəlin tapaq. Y nəyə bərabərdir? 8a plus m-ə. Gəlin, burada y var axı. Gəlin bu y-i yazaq burada. X deməli bərabər olur 6 vur 8a plus m plus 5. Bu da eləyir 48a plus 6m plus 5. 20 indi sonda x nə oldu? 48a plus 6m plus 5. Bunun 24'e bölünməsindən alınan qalıq. Ayrı-ayrılıqda hamısını deyən yerdə, yəni bunu ümumilikdə 24'e bölək. Burada məlumdur ki, 48a, yəni bunu belə yaza bilərik biz. Bu bərabər olur, deməli 48a böl 24 plus 6m böl 24 plus 5 böl 24 formasında yaza bilərik. Amma biz əsasən bizə lazımdır 48a'nın 24'e tam bölünməsini mən göstərmək istəyirəm. Gəlin bunları dəyməyək. Burada məlum oldu ki, onsuz da 48a 24'e tam bölünür. 48a 24'e tam bölünür. Bizdə lazımdır indi. Nə lazımdır? 6m plus 5'in 24'e tam bölünməsi lazımdır. Ya da gözləyin. Yox. Bizə nə lazımdır? Deyir ki, x nədir? Budur. 48a plus 6m plus 5. Bunun 24'e bölünməsindən alınan qalıq 17 etsin. Yəni baxın 6m plus 5 48a'nın 24'e alınmasından alınan qalıq onsuz da qalıq qalmır. Burada 2a edir. Bizə nə lazımdır? 6m plus 5 böl 24'ün 24'e bölünməsindən alınan qalığın 17 etməsi lazımdır. Deməli, m burada nə ola bilər? M əgər deməli, m əgər 2 olarsa qalıq 17 eləyir. 17 deməli 0 qalıq 17. Sonra 24 üzərinə 17 gələk. 41. M əgər deməli 6 olarsa M 6 olarsa bu 41 edir. Deməli 41-də 24'e böləndə 1 qalıq 17 eləyir. M bərabərdir, deməli 6 olanda. Bir dənə də M bərabərdir. Yəni demək 10 olanda 65'i də 24'e böləndə gözləyin. Evet, 65'i 24'e böləndə deməli 17. Yenə də qalıq 17 edir. Deməli baxın, yəni yalnız bu m-in bu qiymətlərində deməli
Emin bu qiymətlərini görürük ki, bu 24-ə tam bölünür. İndi gözləyin burada. E, Demək bir dənə də biz nəyə diqqət yetirməliyik burada? E, m, M-ə diqqət yetirək. M burada hansı qiymətləri ala bilər? Buna diqqət yetirək mütləq. Baxın, bu tip məsələlərdə yanlışlığa yol verməyək. Baxın, burada nə vermişdi? Y-i 8-ə böləndə A, qalıqda M qalır. Deməli, M böləndən 8-dən mütləq az olmalıdır. M kiçikdir 8. Deməli, M də burada yalnız 2-ni ala bilər, 6-nı ala bilər. Artıq 10-u ala bilməz. Buna diqqət edirək. M 10 ala bilməz. M yalnız 2 ala bilər, yalnız 6 ala bilər. Ümumi ala bilək ki, mümkün qiymətlərin cəmi bizə lazım idi. Bu da eləyir 2 plus 6 bərabərdir 8. Cavab eləyir 8. Baxın, bu formada məsələ həll olunur. İndi baxaq növbəti məsələyə. 5x 7y bu bir ədəddir. 4 rəqəmli ədədinin 15 əskinin 4-ə tam bölündüyü məlumdursa, x, y hasilinin ən böyük qiyməti neçə ola bilər? Deməli, 5x 7y. Bunun 15 əksi minus 15'in 4'e tam bölündüğü məlumdur. X vur Y hasilinin en büyük kıymeti bize lazımdır. Dörde tam bölüm məlum. Nə? Deməli, 4'e tam bölündü və 4 15 əskinin 4'e tam bölündüğü məlumdur. İndi nəyə biz diqqət yetirməliyik? Deməli, diqqət yetirməliyik ki, 4'e bölüm məlumatı nə idi? Son 2 rəqəmi 4'e tam bölünəndə 4'e tam bölünür. 7y minus 15. Deməli, bu artıq 4'e tam bölünməlidir. Eləmi? Bu 4'e tam bölünməlidir. Hı hı. 15. Hı. Deməli 4'e artıq tam bölünməlidir. Bir dənə də diqqət yetirdik. Artıq burada biz nə yaza bilərik? 15'i burada yazmağa ehtiyac yoxdur. 15'in 4'e bölünməsindən alınan qalıq nədir? 15'in 4'e bölünməsindən alınan qalıq burada 3 qalır. Deməli 7y minus 3 burada 4'e artıq tam bölünməlidir. Və burada da görürük ki, y burada hansı qiymətləri ala bilər? Y əgər burada deməli 5 olarsa əgər yox, gözləyin. Deməli y burada deməli bəli 5 olarsa deməli 4'e tam bölünür. Və bir dənə də y əgər deməli 76 da 4'e tam bölünürdü, bəli. Y bərabər 6 da əgər olarsa deməli 4'e tam bölünür. 6 yox, y bərabərdir 9 olarsa 9 minus 3 6 edir. Deməli y bərabər 9 olarsa yenə də 79 minus 3 76 4'e tam bölünür. Bunu biz təyin etdik. İndi deyir x, y hasilinin ən böyük qiyməti neçə ola bilər? Baxın, x ilə bağlı hər hansı bir qayda qoymuruq. Ona görə x-i də biz ən böyük qiymət 9 götürə bilərik. X burada rəqəmdə ən böyük qiymət 9 götürə bilərik.
X, Y hasilinin ən böyük qiymətini bizdən istəyir. Hasilin də ən böyük qiymət eləyir, deməli 81. Bu formada məsələ həll olunur. Cavab elədi 81. Gözətəli bunun üstündə mən qalım, yəni göstərim nə etdiyimi. Bunu bir daha bilin. Baxın, məsələdə bizə nə deyir? 5x 7y 4 rəqəmli ədədinin 15 əksiyinin 4-ə tam bölündüyü məlumdursa, x, y hasilinin ən böyük qiyməti neçə ola bilər? 5x 7y minus 15 4-ə tam bölünməlidir. Buradan da anılır ki, 7 deməli son 2 rəqəm 4-ə tam bölünürsə, ədəd o 4-ə tam bölünür. 7y minus 15 də deməli 4-ə tam bölünməlidir. Biz artıq 15-i 4-ə böləndə qalır, görürük ki, burada qalıq 3 edir. Ona görə də 15-in əvəzinə 3 biz yaza bilərik. 7y minus 3 deməli 4-ə tam bölünür. Buradan da y-in ən böyük qiyməti 9-dur ki, 76 4-ə tam bölünür onsuz da. 76 4-ə tam bölünür. 9 x-lə də bağlı hər hansı bir qayda deməmişdi. Ona görə də ən böyük qiyməti bizdən istədiyinə görə x-i 9 götürürük. 9 da 9-a vuranda cavab eləyir. Demək 81. Bu formada məsələ həll olunur. İndi növbəti məsələyə baxırıq. Deməli. Aha. 345 milyon 127 min 819 ədədinin böyük bir dənə ədəd verib. Bunun 11-ə bölünməsindən alınan qalıq A. Deməli 76 milyon 102 min 331 ədədinin 11-ə bölünməsindən alınan qalıq B olarsa, AB hasilini bizdən istəyir. 11-ə bölünmə ilə bağlı qayda var idi. O qaydanı bir daha sizə xatırladım. Əgər A, B, C, D, E, F. Bunu qaydaya aid izah onsuz da vermişəm. Bunu bir daha izah edim sizə. Deməli, baxın, bu formada əgər verilərsə, desək ki, bu ədəd 11-ə tam bölünür, yoxsa bölünmür. Siz nə edirsiniz? Mütləq sondan başlayırsınız, əvvələ doğru. Tək yerdə duranlardan cüt yerdə duranların fərqini çıxırsınız. Yəni F plus D plus B-dən E plus C plus A minus E plus C plus A. Bu fərqi çıxırsınız. Əgər A-nın fərqi sıfırdırsa və ya 11-ə tam bölünürsə, deməli ədəd də 11-ə tam bölünür. İndi burada biz diqqət etiririk. Mütləq sondan əvvələ doğru baxırıq. Tək yerdə duranlar hansılardır? 9, 8, 2, 5, 3. Cüt yerdə duranlar bəs hansılardır? 1, 7, 1, 4. 9 plus 8 plus 2 plus 5 plus 3 minus 1 plus 7 plus 1 plus 4. 9 plus 8 17, o da 2 19 24 27 minus 8 9 13 14. 14-ü 11-ə böləndə qalıq 3 qalır. Deməli A bərabərdir 3-dür. Bu məlum oldu. İndi bu birisinə baxırıq. Bir, 3, 0, 6. Aşağıda 3, 2, 1, 7. Deməli 1 plus 3 plus 0 plus 6 minus 3 plus 2 plus 1 plus 7. Fərq nəyə bərabərdir? Deməli bu tərəfdə 10 alındı, minus 5 plus 1 6 13 mənfi 3 alındı. Bunu
11 vahid artıraq. Ona görə ki, qalıq mənfi ola bilməz. Bu da elədi deməli 8. Hı. Bizdən nə istəyir? AB hasilini istəyirdi. 3 vur 8 24 eləyir. Cavab bu da elədi 24. Yəni qaydaya əsaslanaraq məsələni biz həll etdik. Növbəti məsələ yenə də 11-ə bölünmə ilə bağlı bir məsələdir. İndi bunu həll edək. Baxın, tək yerdə duranlardan cüt yerdə duranları çıxmaq lazımdır. Tək yerdə duranlar 2 plus 0 plus 4 plus 7 minus 5 plus 1 plus x plus 8. Bu da bərabər olur 2 plus 4 6 o da 7 13 minus 6 plus 8 14 plus x. Buradan da mənfi 1 minus x. Bunun 11'e bölünməsindən alınan qalıq 5'dir. Deməli, mənfi 1 minus x burada nəyə bərabər olmalıdır? Bu bərabərdir 5'ə. Amma biz görürük ki, belə olan halda deməli, qalıq belə olan halda x nə alınır? X bərabər olur mənfi 6 olmalıdır ki, bərabərlik doğru olsun. X-də mənfi 6 ola bilməz axı. Bir rəqəm mənfi ola bilməz. Rəqəmlər 0-dan 9-a qədər qiymətlər alır. Deməli, buradakı 5 sonradan yaranıb da bu qalıq. Qalıq 11-ə bölünəndən qalıq 5. Bunu 11 vahid azaldaq. Mənfi 6. Qalığı bölən qədər artırıb azalda bilərik. Sualın gedişatına əsasən. Qaydanı demişdim. Buradan da nə alınır? Deməli, x bərabər olur 5-ə. Cavab edir 5. Baxın, bu formada veriləndə qalığı sualın gedişatına uyğun olaraq qalığı bölən qədər artırıb biz azalda bilərik. Bu formada məsələ həll olundu. Baxın, burada nəyə görə biz 5 yazmadıq? Ona görə ki, 5 yazanda mənfi 6 edir. Mənfi də ədəd ola bilməz. Ona görə də bu misalın gedişatında baxın, bu formada fərq hesablayıblar. Onu mütləq burada mənfi 6 yaranıb. Onu qalıq mənfi ola bilmədiyinə görə onu 11 vahid artırıblar. Ona görə də biz qalığı bilən qədər biz azaldırıq burada məsələni həll etmək üçün. Bu formada məsələ həll olunur. Mənfi 6 buradan da 5 alındı. Növbəti məsələyə baxaq. Baxın. Bir də baxaq. Sual nömrə 12-yə baxırıq indi. Görürük ki, burada bu tərəfdə bir hasil verilib və sağ tərəfdə də bir hasil verilib. Hasil deyil, üzr istəyirəm. Burada nədir bu? Bu deyilsən bir, yəni burada 2 dənə ədəd formasında verilib. Bu bərabərliyində x rəqəmi neçədir deyir bizə. Mütləq məsələ belə verilməlidir. Aha, indi məlum oldu. Baxın, bu vurmadır. X baxın buradadır. Bu x-dir. O bir tərəfdə isə vurmadır. Deməli, baxın, məsələ belədir. 345.678'i vururlar. 123.987'ye bərabərdir. Bu tərəfdə bir ədəd verilib. Burada bizdən x'in bərabərliyindən x rəqəmi neçədir? Biz nə etməliyik indi burada?
Deməli, 9-a bölünmə əlamətinə əsasən biz tapmalıyıq ki, əgər soldakı rəqəm, yəni bu hasildən birinə rəqəm alınır. Əgər bu soldakı rəqəm 9-a tam bölünürsə, deməli sağdakı rəqəm də 9-a tam bölünər. Yəni sol tərəfdəki qalıq sağ tərəfdəki qalığa bərabər olmalıdır. Bu qaydanı biz burada tətbiq edirik. Bu tip məsələlərdə biz 9-u və 11-ə bölünmə qalığından da istifadə edə bilərik. Bunlar nisbətən bu tip məsələlərə uyğundur. Bu qaydalarda biz rahatlıqla tapa bilərik. İndi burada nə edirik? Baxın. Bu əvvəl yazırıq hər birinin 9-a bölünməsindən alınan qalığı yazırıq. 3 plus 4 7. Yəni rəqəmlərin cəmi 9-a bölünəndə 9-a tam bölünür. 3 plus 4 7. 7 plus 5 15. 18. 25 plus 8 33. 33 vur 6 30. Bu da bərabər olur. Deməli 6 plus 8 14. 14 deməli 14 plus x plus 12 16 17 plus 18 35. Bu da bərabər olur. Deməli 35 49 plus x 49 plus x sağ sol tərəfə baxırıq. Bunun 33-ün 9-a bölünməsindən alınan qalıq 6, 30-un 9-a bölünməsindən alınan qalıq 3 bərabər olur. Deməli 49 plus x-in deməli 6 3 10, deməli 6 dəfə 3 18, 18 də 9-a qalıqsız bölünür. Deməli sol tərəfdə qalıq qalmır. Sağ tərəfdə indi qalığa diqqət yetirək. Deməli sağ tərəfdə də qalıq qalmamalıdır. Ona görə də x rəqəmi nə ola bilər? Deməli 7 ola bilər. Deməli 9-a qalıqsız bölünməlidir. 54 5. Əgər deməli 49 plus x 54 olarsa bu 9-a tam bölünər. Ona görə də x burada nəyə bərabərdir? X burada 5-dir. 5'dir bəli. Aha, bu formada deməli məsələ həll olundu. X bərabərdir 5. Baxın, yəni baxın burada diqqət yetirin. Gedişat belə getdi ki, əgər sol tərəf 9-a tam bölünürsə, deməli sağ tərəf də 9-a tam bölünər. Bu formaya, bu qaydaya əsasən biz rahatlıqla tapdıq ki, deməli x bərabərdir 5-dir. Belə. Növbəti məsələyə diqqət yetiririk. Yeddi A 25 B 5 rəqəmli ədədinin 45-ə bölünməsindən alınan qalıq 17 olarsa, A plus B cəmi ən çox neçə ola bilər? Baxın, 45-ə bölünmə əlaməti nə idi? Bunu qayda kitablarında verməyiblər. Məsələn, 45-ə bölünmə əlaməti nədir? Eyni zamanda 4 deməli 5-ə və 9-a bölünən ədədlər 45-ə tam bölünür. Məsələn, deyə bilərlər ki, 39-a bölünmə əlaməti bəs nədir? Eyni zamanda 4-ə 9-a. Yəni qarşılıqlı sadə ədədləri bu formada yaza bilərlər. Yazı bilərik. Məsələn, deyə bilərlər ki, bəs 72 bölünmə əlaməti nədir? Eyni zamanda 8-ə və 9-a bölünmə ədəd 8 və 9 tam bölünürsə, deməli ədəd 72-yə tam bölünür. Biz bu qaydanı özümüz yaratmalıyıq.
Yəni özümüz yarada bilməliyik. Yəni burada da böyük bir şey yoxdur. Götürdüyümüz bu bölənlər qarşılıqlı sad olmalıdırlar. Və 9 və 5 qarşılıqlı sad olduğuna görə eyni zamanda 5-ə və 9-a bölünən ədədlər 45-ə tam bölünür. Deməli bu 5 rəqəmli ədədinin 45-ə bölünməsinin alınan qalıq 17 olarsa, deməli indi diqqət yetirik. 17-ni bölürük 5-ə. 3 qalıq 2. 17-ni bölürük 9-a. 1 qalıq 8. Deməli bu 7A 25B 5 rəqəmli ədədinin 5-ə bölünməsindən alınan qalıq 2-dir, 9-a bölünməsindən alınan qalıq 8-dir. Bu qaydanı indi bura tətbiq edirik. 5-ə bölünmə əlaməti nədir? Son rəqəmi 0 və 5 olan ədədlər 5-ə tam bölünürdü, amma burada diqqət edirik ki, burada B qalıq 2 qalmalıdır 5-ə bölünəndə. Ona görə də B 2 ola bilər. B burada 2 ola bilər. 52-ni 5-ə böləndə qalıqda 2 qalır və bir dənə də 7 də ola bilər. Amma bizdən böyüyünü istədiyinə görə burada B-ni bərabərli 7 götürürük. İndi qalığın 8 olduğu hala baxırıq. 9-a böləndə qalıq 8 olmalıdır. B-nin 7 olduğu bizə məlumdur. Böyüyünü götürdük. Qalığın indi 8 olduğu hal bizə lazımdır. 9-a bölünmə əlamətinə əsasən. Buradan toplayırıq. 9 plus 5 plus 7. Buradan bu bərabər olur. 14 plus 7 21. 21 plus A A-nı deməli 9-a biləndə qalıqda 8 olmalıdır. Deməli buradan da A bərabərdir əgər A bərabərdir 5 olarsa qalıqda nə alınır? 8 alınır. 26-nı 9-a böləndə qalıqda 8 alınır. Deməli A da məlum oldu, B də məlum oldu. A plus B cəmi deməli ən çox burada nə ala bilər? 9, 7 plus 5 bu da eləyir 14. A plus B cəmi maksimum burada 14 ala bilir. Bu formada məsələ həll olundu. Burada bölünmə əlamətlərinə aid qayda ilə məsələni deməli həll etdik. Bu formada sadə bəsit bir məsələ idi. Növbəti məsələyə baxırıq. Yenə də oxşar tipli misaldır. Diqqət yetirək. Baxın. 36-ya bölünmə əlaməti nə idi? Bayaq yazdım. Eyni zamanda 4-ə və 9-a bölünən ədədlər 36-ya tam bölünür. Alınan qalıq 21-dir. Deməli 21-i ayrılıqda 4-ə bölürük. Buradan 5 qalıq 1. Sonra 21-i bölürük 9-a. 2 qalıq 3. Eləmi? Bəli. İndi deməli həmin bu 4x 83y ədədini 4-ə böldükdə qalıqda 1 olmalıdır. Son iki rəqəmi 4-ə tam bölünəndə 4-ə tam bölünür. Yenə də ən böyük qiyməti bizdən istəyir. Ona görə də burada B-ni, Y-i ən böyük götürməliyik. Məsələn, burada deməli 33-ü də 33 də götürə bilərik ki, 4-ə böləndə qalıqda 1 alınır, amma ən böyüyü o deyil. Ən böyüyü deməli 36, 37. Y bərabərdir 7-yə görə olarsa ədəd qalıqda 1 olar və ən böyüyüdür 7 burada. Və bir dənə də x-i biz məsələ götürməliyik. X 9-a tam bölünməlidir. Deməli rəqəmlərin cəmi 9-a tam bölünür, 9-a tam bölünür. Deməli 4 plus 8 12, 12 plus 3 15 plus indi tapdığımız 7 deməli 22. 22 plus x 9-a tam deməli 9-a bölünəndə qalıqda 3 qalmalıdır. Burada da x maksimum nə ola bilər? 8. 30-u 9-a böləndə qalıqda 3 qalır. Bu cəmin də ən böyük qiyməti eləyir. Deməli 7 plus 8 15. Cavab burada eləyir 15.
Aha, növbəti son bir misalımızdır. Buna da baxaq. A bərabərdir 5, 5, 5, 5, nöqtə, 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 5 ədədinin 36-ya bölünməsindən alınan qalıq 23 olarsa, A ədədinin ən az neçə rəqəmlidir? Burada yenə də 36-ya bölünmə əlaməti nədir? Eyni zamanda 4-ə və 9-a bölünən ədədlər 36-dan bölünür. Burada 36-ya bölünməsinə deməli 23-ü bölürük 4-ə. Deməli bu ədədin 4-ə bölünməsindən alınan qalıq 3 olardı. Bu ədədin eyni zamanda 9-a bölünməsindən alınan qalıq isə 5 olardı. Beləmi? Bəli. Aha. İndi diqqət yetiririk. Burada 5, 5, 5 deməli son rəqəmi 55 ilə bitir. 55-i 4-ə böləndə onsuz da burada 52 4-ə tam bölünür. Qalıqda 3 qalır. Yəni burada onsuz da bu ədədin sonu 55 ilə biter və qalığın 3 qalması burada nə oldu? Ödəndi. Bizə indi qalığın 9-a böləndə qalığın 5 qalması ödənməlidir. Bunu biz belə etməliyik. Nə edirik indi? Deməli 5 vur x, yəni x yəni bunların sayıdır və ya burada götürüb 5 vur n böl 9 5 vur n yox. Yəni belə də neydi? 5 vur sayı 5 5'lerin sayı da yəni. Burada 5'lerin sayı burada 5 n. Hə, şimdi bəli, 5 vur n. Böl deməli 9 qalıqda 5 qalmalıdır. Burada da n deməli ən az lazımdır bizə. Deməli n demək n əgər 10 olarsa 50-ni 9-a böləndə qalıqda 5 qalır. 45 qalıqda 5 qalır. Amma məsələn n bərabərdir 1 olarsa artıq bir dənə 5-də bitir. O zaman 4-ə bölünmə əlaməti ödənmir burada. 2-dən əgər olarsa bölünmə əlaməti ödənmir. 3 olarsa bölünmə əlaməti ödənmir. 4 olarsa ödənmir. Qalıqda 5 qalmalıdır. Burada qalığın da 5 aldığı hal yalnız n-in bərabərdir 10 aldığı haldır. Yəni bu 10 rəqəmli olmalıdır. 10 rəqəmli əgər olarsa, deməli ədəd 5-ə tam bölünər. Bu formada məsələ həll olunur. Baxın 15 dənə MILK səviyyəli sual izah etdim. Burada mütləq yeni qaydalar öyrənməlisiniz. Yeni bütün qaydaları siz qeyd dəftərinizə mütləq qeyd edin. Qeyd edin və öyrənin, təkrar edin və bunlar sırf MILK səviyyəli, MILK-ə düşən tip suallardır. Bunları bilsəz, artıq siz demək olar MILK-ə uyğun bir neçə sualı da öyrənmiş olursunuz. Belə bu formada. Bundan sonraki videolarda da sırf MILK səviyyəli sualların izahını və mövzu izahlarını verəcəyim. Yəni əgər bu videolar, bu suallar əgər sizə faydalı olursa, bunu görürsünüzsə, mütləq kanala abunə olmağı və bəyənməyi də unutmayın. Və bundan əlavə olaraq öz müəllim dostlarınızla bölüşün ki, onlar da bundan faydalansın. Baxın bu formada. Və beləliklə dərsimiz yekunlaşır. Sağ olun, salamat qalın.